şirkətinin xatırladıram ki, artıq bu ayın Herbaflora jurnalı satışda var. Bunu nəzərə alaraq bir çox SMS-lər gəlib ki, Herbaflora jurnalını hardan əldə eləyək? Ən yaxşı üsul sizə deyəcəyim, 437-28-10 nömrəli telefonuna zəng eləyib, Herbaflora jurnalının əldə olunması üçün bütün məlumatları əldə eləyə bilərsiniz. 437-28-10. Mən bunu bir neçə dəfədə təkrar eləyəcəm ki, siz çox rahatlıqla Herbaflora jurnalını, bilirəm ki, bu jurnalı çox sevirsiniz və bu jurnaldan, çünki gözəl məqalələr var, bu jurnalı əldə eləmək istəyirsiniz. Bütün köşklərdə olmasına baxmayaraq və poçtamplarda olmasına baxmayaraq, yenə də görünür, narahatçılıqlar var. 437-28-10. Bizimsə telefonlarımız açıqdır. Alo. Alo, salam Mələkə. Aleyküm əssalam. Hamınızı salamlayıram. Biz də sizi salamlayırıq. Çox sağ. Mən mədə bağırsağa görə zəng gəlmişəm. Mədəmdə ağrılar olur. Bir də ki, 12 barmağımda bulbit var. Bir də görsün köp verir mənə. Ya da ki, ağrılar vurur ürəyimə. Onun üçün mən nə edə bilərəm? Xanım, sizdən bir şey soruşum. Yəni, bu neçə müddətdir? Belə bir... Yox, olub bir dəfə oldu. Gedmişəm, yoxlatdırmışam. Və müalicə olunmusunuz yəqin? Mən müalicə olundum. İndi yenə də görürəm ki, nəsə yiyəndə, nəsə yemişəm elə bir. İndi yenə görürəm ki, ürəyimə vurur ağrısı. Ürəyimdə heç nə yoxdur. Yoxlatdırdım. Ancaq görürəm ki, mədəm köp verir elə bir. Oldu xanım, aydın oldu. İndi Elnur doktor bunu cavablandırar. Təşəkkür edirik telefon zəngi üçün. Elnur doktor, buyurunuz. Xanım qeyd elədi ki, bulbit var. Bulbit 12 barmaq bağırsağın, soğanağının iltihabıdır. Və bu olduqda daha çox elə mədə bağırsaq iltihabı xəstəlikləri tez surətdə xoraya keçə bilir. Daha doğrusu 12 barmaq bağırsağın, soğanağının iltihabı, yəni bulbit zamanı keçmə ehtimalı daha çoxdur və belə ağrılar verə bilər. Yenə də məsləhət görürlər ki, pəhrizə tam əməl eləsin. Sonra Herbaflora şirkətində istehsal olunan tiastamin çayı var. Ondan 30 gün müddətində istifadə etmək məsləhət görülür. Həmçində pəhrizi onu deyə bilərəm ki, www.herba-flora.com saytında pəhrizlər rubrikası var. Həmin panelə vurub, orada pəhrizə baxa bilər və ona əməl edərək xəstəliyinin kəskinləşməsinin qarşısını ala bilər. Təşəkkür edirəm. Ümumiyyətlə xatırladıram ki, həmən sayta girərək nəinki pəhrizlər haqqında, həmçinin Herbaflora şirkətində buraxılan o məhsulların çeşidləri haqqında, məhsulların istifadəsi haqqında və s. kimi məlumatlar ala bilərsiniz. Həmçinin də Herbaflora jurnalında gedən materiallarla tanış ola bilərsiniz. Bir də çarə verilişinin özünün də elə, əgər orada sizə aydın olmayan mövzular və yaxud da qaranlıq suallar varsa, çarə verilişinin özünü də təkrarına orada baxa bilərsiniz. Ürfan xanım, buyuruz. Mən Herbafloranın dərman preparatı, deməli, müalicə və zborlarla istifadə eləsin. Onunla bərabər mən də bir dənə qısa zbor deyə bilərəm. İstəyir, yaza da bilər. 100 qram böyümədənən bitkisi, 100 qram bağa yarpağı bitkisi, ona görə ki, bilmirəm də orada turşuluğu var, yox, nə dərəcədədir. Ona görə 100 qram bəsdir. 100 qram dazı otu bitkisi, 150 qram güc otu bitkisi. Bundan başqa köpü olduğuna görə 150 qram raziyana bitkisi, fenxel, 150 qram timin, zirə bitkisi, 150 qram ukrop çiyut toxumu, belə bir qarışığı, 100 qram da kişniş toxumu əlavə eləyə bilər və bu qarışığı ümumi qarışıqdan 3 xörək qaşığı axşamlar termosa töysün, yarım litr üstünə su əlavə eləsin, gün ərzində yeməkdən 40 dəqiqə əvvəl 150 qram içsin. Onunla bərabər də dazı otunun yağından, əftiklərimizdə də var, gündə 3 dəfə yeməkdən qabaq bir çay qaşığı qəbul eləyə bilər. Bu da yaxşıdır. Təşəkkür edirəm. Amma hər halda öz sahə həkimini də yadından çıxartmasın. Yəni, bu deyilənləri əgər tətbiq eləmək istəyirsə, elə həkimlə də məsləhətləşsin. Çünki Ürfan xanım çox düzgün qeyd elədi ki, hələ biz onun turşuluğunu da bilmirik ki, çoxdur və yaxud azdır. Azdır, bəli. Fahim müəllim, əlavəniz var? Mən istəyərdim ki, təbii ki, psixoloji cəhətdən xanımımıza məsləhət verim ki, ümumiyyətlə çalışın gün ərzində 3 dəfə yox, 6 dəfə yeyin, 3 saatdan bir, özünü ritmə salın. Ondan başqa da qorxmayın. Həmişə mən bilirəm ki, oturub yeməyə başlayanda fikirləşirsiniz ki, bu saat ağrı tutacaq. Onu fikirləşməyin. Əksinə, fikirləşin ki, mən hər şeyi bir gün yeyəcəyəm, necə mənə həkimlər məsləhət görüblər, necə mənə deyiblər, amma eyni zamanda məndən də asılıdır.
mən istəməsəm, bax bunu demək lazımdır, mən istəməsəm ağrı gəlməyəcək. Əsas doğrudan bu qəribə bir şeydir. Bizim beynimiz təhtər-şuri olaraq bizdən informasiyaları qəbul edir. Amma bir şey də var da, Vahim müəllim, elə sizin dediklərinizi eləsə, o həmçinin də başlayacaq yavaş-yavaş yediyini yaxşı-yaxşı çeynəməyə. Bəli. Yəni o sürətlə ki biz yeyirik, tələsik, nəticə etibarindən sonradan peşmançılığını çəkirik, biraz da yavaş yeməyə başlayacaq. Təşəkkür edirəm məsləhətləriniz üçün. Əziz tamaşaçılar, xatırladıram ki, telefonumuz 492 80 54 69 74, SMS ünvanımız açıqdır. Alo. Alo. Bəli. Peki, hörmətli Fikret bəy və dəyərli həkim qardaşlarımız, mən sizi səmimi salamlayıram. Təşəkkür edirik. Buyuruz. Və mən təşəkkür edirəm ki, siz xalqın yəni ki, sağlamlığı rolunda heç olmasa onların müalicəsi və ya profilaktikasını, yəni ki, təbii yolla ki, bu müalicə edirsiniz, ona cəlb edirsiniz. Bu sizin müstəsna rolunuz və xidmətlərinizdir. Bunları mən yüksək qiymətləndirirəm. Buyurun, vaxtımızı nəzərə alın, xahiş edirəm. Başda. Bizim bir xanımız vardı. Mən o verilişdə düzü olmamışam, yəni iştirak etməmişəm məlum səbəblər üzündən. Deməli, o xanım dəri xərçənginin müalicəsi ilə məşğul olurdu. Yəni boynuna götürdü hətta. Deyirdi ki, mən bilirəm onu necə müalicə etmək lazımdır. Mən bilmirəm o hansı xanımdır. Urfanə xanım demişdi onu, yoxsa Sara xanım mən eşitməmişəm sizdə açığı. Yox, bizdə olmuyor belə bir şey. Yəni dəri xərçəngini boynuna götürən adam belə bir şey də deyil. Məsləhətlər vermişik. Məsləhətlər ümumiyyətlə, təşəkkür edirəm çox sağ olun sualınız üçün. Mən elə buna aydınlıq gətirmək istəyirəm. Bizdə verilişimizin qayəsi nədir? İnsanları maarifləndirmək, müəyyən bir informasiyalar vermək. Çünki bəzən insan xəstələnərkən çox balaca bir uşağa çevrilir. Hətta bilmir ki, kimə müraciət eləsin, hara müraciət eləsin. Məqsədimiz nədir? Məqsədimiz odur ki, bax bu reseptlər ki biz deyirik, bu yığımlar ki bunların adını çəkirik, bunlar var. Bundan istifadə eləmək olar, yəni yada salırıq. Amma əsas məsələ hər bir adamın həkimlə məsləhətləşib, həkimlə müalicəni aparması məsləhətdir. Çünki öz başına kimsə götürər, tutaq ki, nəyisə, məsələn, tutaq ki, belə bir söz deyim sizə, Çaqa göbələyi var, Çaqa adında göbələyi var ki, bunun xərçəng xəstəliyində istifadə olunur. Biz də deyirik ki, bu istifadə olunur, bunu ilə. Siz də onu götürərsiniz istifadə eləməyə. Şübhəsiz ki, hazırlaya bilməyəcəksiniz. Mütləq burada ya fitoterapevtin, ya həkimin köməyi lazım olacaq sizə. Ona görə də biz bunları deyirik, adını çəkirik, bəzən həkimlərin özlərinin də yadına düşür. Çünki hamı kompüter deyir, hər şeyi. Amma bu verilişin qayəsi odur ki, insanlar maariflənsin, xalq təbabətindən olan bilgiləri əldə eləsinlər, nəticə etibarilə öz sağlamlıqlarının qaydına qalsınlar. Biz daha çox profilaktik tədbirləri daha çox çəkirik. Həmçinin də Herbaflora şirkəti bunu nəzərə alaraq bir çox yığımlar, profilaktika məqsədi ilə elə yığımlar düzəldib ki, o yığımlar elə hətta həkimsiz də içmək olar. Məsələn, immuniteya çayının adını çəkmək istəyirəm. Bu immuniteya çayı immun sistemində həmişə yaz, payız aylarında yaşlılarda, tələbələrdə, şagirdlərdə bir düşmə olur. Bunu nəzərə alaraq immuniteya çayından istifadə eləsəniz, bir 10 gün, 15 gün istifadə edəcəksiniz, görəcəksiniz ki, nəticə alındı. Və yaxud da ki, başqa çaylar var, fita çay var. Məsələn, sürücüdür, yorğun gəlir, yata bilmir. 6 tərkibdən ibarətdir. Dazotudur, ballı nanədir, cökə çiçəkləridir, misir gülüdür və s. Bütün bu 6 bitkinin hər biri sedativ olaraq təsir göstərir, aromatik olaraq təsir göstərir. Bir çay kimi çay dəstgahı hazırlanarsa, süfrənin özünün gözəlliyinə səbəb olur. Ballı nanənin isə ətri kifayətdir ki, insan bundan, necə deyim, zövq alsın. Ona görə də bizim dediyimiz məsələlərdə hər birində həkimlə məsləhətləşmək lazımdır. Amma o ki, qaldı ki, müəyyən çaylar, onları da daxilə qəbul eləmək olar. Mən əlavə eləmək istəyirəm ki, mən bu verilişdə bir neçə dərman bitkilərinin dəri xərçənginə kömək elədiyini demişəm. Bəlkə də onu nəzərdə tutub. Məsəl üçün demişdim, ağ göbələyi haqqında danışmışdım. Sonra qov göbələyi haqqında danışmışdım. Akopnik haqqında danışmışdım. Onun müəyyən məlhəmlər hazırlanır, çox kömək eləyir. Sonra süd otundan danışmışdım keçən dəfə. O da yaxşı kömək eləyir. Bir də indi bu bitkinin özünü də yaxşı yerinə düşsə elə danışım. Bu bitkinin adı lavrovişniyadır. İndi mən meyvəlisini tapmadıq, yuxarıda idi deyə dərə bilmədik. Bunun şəkli budur, meyvələri də budur. Mənim yolumun üstündə var, desəydiniz mən gətirərdim. Deməli, bu bitki nəyə görə xeyirli bitkidir? Bu bitkidən istifadə... Xeyirsiz bitki var? Yoxdur, amma ki, bəzi bitkilərin çox xəstəliklərə xeyri var. Elə bitki yoxdur ki, əlbəttə Allah-Taala elə yaradıb ki, insan üçün nə lazımdırsa yaradıb, bilmirik biz.
sadəcə olaraq bilmirik. İndi bu bitkinin yarpaqları zəhərlidir, amma zəhərli olmağına baxmayaraq müəyyən dozировkalarda istifadə edəndə bir çox xəstəliklərə kömək eləyir. Amma bunun meyvələri zəhərsizdir. Meyvələrindən həm turşular qoyurlar, bu müxtəlif xərçəng xəstəliklərinə kömək eləyir, likorlar hazırlayırlar və s. Hətta duzda, zeytun kimi duza da qoyurlar, həm də yeməlidir, yəni heç bir ziyanı yoxdur. Əsas bunun yarpaqlarından söhbət gedir. Bu kömək eləyir, deməli, kokluslarda, ürək xəstəliklərində, tuberkulozlarda, xərçəklərin bütün növlərində, xüsusən ağciyər xəstəliklərdə, bir də limfolarlarda, limfodenitlərdə və s. İndi bunlardan resept hazırlamaq qaydasını adətən bunu suda qoyulma yolu ilə gülab şəkildə çəkirlər, onu damcı ilə istifadə edirlər. Orada siyanin kislatası var deyə onu damcı ilə istifadə edirlər. Onu, yəni məsləhət görmürəm. Amma ən yaxşı məsləhətdir, ümumi cəmaat üçün nə yaxşıdır? Həm limfomalarda, həm kokluslarda, həm tuberkulozlarda, istəsin sümük tuberkulozu onda necə eləyirlər? Bunun 2 xörək qaşığı təzə, bu xarab olmayandır. Yəni ki, bu həmişə yaşıl bitkidir. Həmişə təzə alt qapağı, qurulmamış yarpaqların 2 xörək qaşığını tökürlər termosa, üstünə tökürlər 1 litr qaynanmış süt. 4 saat qalır, 4 saatdan sonra istifadəyə yararlıdır, yəni hazır dəmləmədir. Bunu gündə 4 dəfə yeməkdən 1 saat əvvəl qəbul edirlər və ya yeməkdən 3 saat sonra qəbul edirlər. Başqa bir forması da var, bu nədən ötəri yaxşıdır? Deməli, götürürlər 250 qram bu yarpaqları, üstə tökürlər 1 litr araq, 40%, meyvə arağı yox. Adi araq tökürlər və bu araq da qalır 1-2 həftə qalandan sonra bunu başlayırlar gündə 10 damcı olmaq şərtilə gündə 2 dəfə qəbul edirlər. Müəyyən miqdarda meyvə şirəsinə ya suya qatıb qəbul edirlər və yaxud da ki bunu deməli həm 10 damcıdan başlayırlar, hər dəfə 3 damcı artırmaqla 30 damcıya çatdırırlar və bu qayda ilə hətta 1 xörək qaşığına çatdırırlar. 3 həftə istifadə edirlər, 1 həftə fasilə. Bu da yenə dediyim kimi bütün xərçəng xəstəliklərdə, sonra bu deməli hansı ki onkoloji xəstələr var ki, götürürlər bunlar kimyoterapiya yaxud da ki olsun götürürlər, radio şüalanma götürürlər və bunun deməli təmizlənməsi üçün deməli cürbəcür negativ hallarını görmək, həmin bu bitkidən müvəffəqiyyətlə istifadə eləmək olar və bir də ən yaxşı maraqlı cəhəti vardır ki, məsəl üçün daşlaşmış limfomaları heç kəs müalicə eləyə bilmir. Amma bunun deməli bunun yarpaqlarını əzişdirirlər, ya ət başı, ya blenderdən keçirirlər, ora un qatırlar və təpitmə şəklində 2 saat müddəti olmaq şərti ilə qoyurlar. O limfomalar bəzən elə olur ki, soyulur, yumurta kimi oradan çıxır. Təşəkkür edirəm. Yaxşı, əhəmiyyətli bitkidir. Yenə də deyirəm, bir daha xatırladıram ki, həkimlə məsləhətləşsinlər. Şübhəsiz ki, hər hansı bir hərəkət edərkən həkimin nəzarəti altında olmaq lazımdır. Hətta bəzən bizə deyirlər ki, burada bir neçə SMS var, deyir ki, 3-4 mm olan, ötdə olan daşları salmaq olarmı? Olur, amma yenə də deyirəm, həkim nəzarəti altında olmalıdır. Çünki bunu profesional səviyyədə həyata keçirmək lazımdır. Elnur doktor, əlavəniz varsa buyuruz, əlavəniz yoxsa, vay müəllim deyək, o zaman icazə verirsəz, biz... Hörmətli həkimimiz ətraflı dedi ki, əlavəyə ehtiyac var. Təşəkkür edirəm, o zaman biz reklamlara ayrılırıq, qısa fasilədən sonra bir yerdə olacaq, Çağrı efirdədir. Bu say Bakseldən gəlir. Sayın nəticəsini reklamlardan sonra